Həyatda xoşbəxt olmaq istəyirsən, elə isə diqqətlə qulaq as. Dik uzaqda deyil, əslində sənin içindədir. Gün kiçik, amma mənalı addımlar at. Sevdiyin işlə məşğul ol, yeni hobbilər kəşf et. Amma xoşbəxtlik anlardan ibarətdir. Həyatında olan hər şeyə görə minnətdar ol. Sağlamlığın, ailən, dostların. Hər biri sənin üçün bir hədiyyədir. Minnətdarlıq hissi xoşbəxtliyin qapılarını açır. Başqalarına kömək etmək səni xoşbəxt edəcək. Bir təbəssüm, bir yaxşı söz belə böyük fərq yarada bilər. Unutma, verdikcə daha çox alırsan. Özünlə vaxt keçirməyi unutma. Meditasiya et, kitab oxu, təbiətlə təmasda ol. Özünü tanımaq xoşbəxtliyin əsas şərtlərindən biridir. Xoşbəxtlik sənin əlindədir. İndi hərəkətə keç və həyatını daha xoşbəxt etmək üçün ilk addımını at. Bu gündən etibarən xoşbəxtlik üçün nə edə bilərsən? Şərhlərdə bizimlə bölüş.